Bu adam ki özünü ömrü boyu Əhl-i Beytə nökər bilib Əbəlfəz ağa. Özü də Əhl-i Beytdən ola, yəni Peyğəmbər ailəsindən, deyil mi? Həzrət Əlinin balası ola. Amma Fatimə övladlarına özünü nökər bilib deyə özünün yox uşaqlarının yolunda canını fəda edir. Deyir, mən layiq deyiləm, mən Hüseynin uşaqlarına fəda olmağa layiqəm. Yazırlar ki, gəlir su qabları yığılan yerə, su məşqləri, qablar yığılan yerə. Uşaqlar ora yığışmışdı, hamısı bilirsiniz niyə yığışmışdı? Suzdan yanırdılar, hava istəyirdi, yerdə nəm var idi, üzlərini yapışdırırdılar o nəmə, o sərinləşmək üçün. Birdən də gördülər, Əbəlfəz ağa daxil oldu. Deyirlər ki, gözlərində qorxu yarandı ki, deyəsən əmmimiz də gedir. Elə bir ki, o da gedir.